Herkese salam, kanalıma xoş gəlmisiniz. Əməkdar artist Mətanət İskəndərli sosial media hesabında yepyeni video və fotolar paylaşıb. Mətanət İskəndərlini 8 martda oğlu və nəvələri təbrik edib. Həmin görüntüləri sizlərə təqdim edirəm. Videonu izləyib xoş sözlərinizi yazıb dəstək olmaq üçün kanalımıza abunə olmağı unutmayın. Bəh. Siz mənə Allah sürpriz elədiniz ki, sağ olsun. Təbrik edirik. Allah bütün analara can sağlığı versin. Amin. Təbriklər. Sağ olun. Ay çok sağ olun. Ben de bütün xalqımızı özümün adından, bütün ailemizin, balalarımın adından, nəvələrimin adından bütün Azərbaycan analarını ürəkdən təbrik edirəm. Şəhid analarının əllərindən öpürəm. Heç vaxt Azərbaycan anası bundan sonra da ağlamasın. Həmişə balasının xoş günündən sevinç gözyaşları atıtsın. Və amin deyən dillər var olsun. Şu an. 8 Mart. Şu an. Çok sağ olun, çok sağ olun. Ay Allah. Çok sağ olun. Deyirəm, bugün məni gül yağışına tutublar. Hamınıza təşəkkür edirəm. Sonluğu da Mətanət nöqtə qoydu. Öz rəfiqələri ilə Nailə, o da Mələk. Mənim mələklərimsiniz siz. Çox sağ olun. Can və Ətir. Əziz analar, bayramınız mübarək olsun. Bəli, sizin də bayramınız mübarək olsun. Əziz balalar, bizim qız balalarımız, xoşbəxt olasınız. Sizin simanızda bütün Azərbaycan qızları qoy xoşbəxt olsunlar. Amin. Gecəmiz belə sona çatdı. Hər zaman bir-birindən gözəl bayram gecələri keçirdək.